Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli izleyicilerimiz, kirayada kalmadan bezmişsiniz. Aylık ay geldi, ne bileyim pul vermeliyim, ihtiyaç yoktur. Kardeşiniz Allah'ın izniyle bazar qiymetinden kat aşağı, geçen hayat evi satışa çıkardı. Hem Qabaşa bazarından gelebilirsen, tallardan gelebilirsen, hərfədən gelebilirsen, her yerden giriş çıkış var. Demek 4 son hayat evinin sahası olan, geçen geniş 4 son torpağı, çok geniş ve 4 tarafı bağlı. Geçen həyətdə sanitar qovşağı və sanuzel də mövcuddur və evimizdə nə görürsə bütün əşyalar qalacaq. Ev sahibi deyib ki, bir dənə corablarımı geyinib çıxıram evdən, pis yox. Hal-hazırda evdə də kirayəçi mövcuddur. Səhət ki, mən yaşamayacaq. Hazır kirayəçisi də var, Allah həmd olsun, qarşı göstər, fırra başlayaq, bismillah. Bax. Qabaşa bağzalına yaxın, hənfəyə yaxın, tallara yaxın. Elə bir yol yox ki, oraya yaxın olmasın. Bax, fırra hər yer. Bax. Qəşəng, müdür kimi. Konseyri zat göster kardeş. Bak, televizor, o ne da? Gördün mü qəşəng canım? Getdik. Bu bir otaq. Bu bir otaq. Bak, gir çık. Ay sağ ol. Bak kardeş. Yepyeni tikilmiş evdir kardeş. Yepyeni. Gaz, su, ışık, internet, her bir şey var. Gel. Getdik bir otaqlara. Qəşəng canım. Ayakkabılar verilmir ha. Ayakkabılar verilmir. Gel. Bu ikinci otaktır. Hazır kirayəçi de var, Allah'a hamd olsun. Bak göster kardeş, fırlan açın. Gördüğünüz her bir şey kalacak. Altı üst saf göster. Qəşəng, gel. Getdik. Elə son değil. Gel. Hanımlarımızın en çok sevdiği mətbəx. Klasik usulda dizayn olmuş. Qəşəng, bak. Göster kardeş, fırla. Tanıtım, hay, buyurma, uzat. Bak. Qəşəng. Aş pişirmək istəyən olsa, qəşəng qabaq da var. Gəl. Getdik. Bax. Razvalkada qəşəng termodur yəqin ki. Saç otaramağa. Bax. Bu da razvalkasıdır qardaş. Pantolon maşın en son model. Bax. Əl üzüman hər şey zat. Ani, çox adam bilmir. Ani su qızdırıcısı. Bax. 2 minutka. Gəl. Burada sanitar qovşağı və sanuzeli. Gel qardaş. Göster kardeş. Ay sağ ol. Ay bu yukarıda göster. Rengi ruhu her bir şey. Gel. Keçilik. Neye keçilik kardeşler? Neye keçilik? Kıymete. Demeli. Gördüğünüz bu eşyalardan her bir şeyden evinizin kıymeti 62 min yok, 61 min yok, 60 min yok. Sahibi eşitmesin. 59 min de yok. Eşitmesin. 58 min de teklif edirəm. 58 bin manat. Qiymətdə reallıq olsa qardaşınız da bir evdə oturur. Özəllərinə bir dənə çay dəmləyir, daşı 4'ü birində zat oyanmaya 15 olur. Limonla bir yerdən endirim eləyir. Yenə deyirəm, Qabaşa bağzalına yaxın, hənfəyə yaxın, hər biriyə yaxın 4 saat torbaqla qəşəngcənə həyat evimiz satışa çıxarıldı. Allah mağaza mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullahi və Berekatuhu.